Yeni başlayan şirniyyatçılar için ilk olarak neler almak lazımdır? İlk olarak terazi, bu mütləqdir. Çünkü siz her bir şeyi ölçü ilə hazırlayacaqsınız. Yəni bu lazımlıdır, ən önəmli şeylərdən biridir. Daha sonra belə bir dəmir tort altlığı, bu mütləqdir. Beləsini alın. Çünkü siz plastik alsanız 1-2 aya xarab olacaq, işləməyəcək. Eyni zamanda ayna şəklində var. O da eyni ilə körlanır, işlətməyin. Mən sizə tövsiyə edərəm, bundan alın. Artıq 4 ildir ki, işlədirəm və heç bir şeyi yoxdur. Sapsağlam, çox gözəl. Yəni bu uzun ömürlüdür. Alırsınızsa ən birincidən bunu alın. Başqasını tövsiyə etmirəm. Daha sonra bisküvitlər üçün belə bir kalço. İlk olaraq bu bəs edir. Məndə əlbəttə ki, çoxdur. Fərqli razmerləri var, amma ilk olaraq bu lazımdır. Çünki burada hər bir razmeri siz əldə edə bilirsiniz rahat şəkildə. Daha sonra tort sıvamaq üçün belə bir nə deyirlər buna bilmirəm. Bundan lazımdır. Bunun da plastikləri var, amma onu da tövsiyə eləmirəm. Çünki tez əyilir. Tort düzgün olmur, amma dəmir alsaz, hardasa səhv etmirəmsə Azərbaycanda 2-3 manatdır. Dəqiq bilmirəm. Amma bunu tövsiyə edirəm. Bu düpədüz heç nə olmur. 4 ildir ki, bunu da işlədirəm. Daha sonra bıçaq olaraq mən biləsini işlədirəm. Tortun üstünü hamarlamaq üçün. Amma ki siz istəyirsinizsə belə bir bıçaq ala bilərsiniz. Həm sıvamaq, həm hamarlaşdırmaq üçün. Mən bunu heç bir dəfə də istifadə etməmişəm. Ancaq istifadə etdiklərim bu və budur. Sıvamaq üçün bu, üstünü hamarlamaq üçün isə bu. Bu mütləqdir. Sonra bisküvitləri kəsmək üçün belə bir şey var. Bilmirəm bu anda nə deyirlər. Bundan istifadə edirdim. Hardasa artıq 1 ilə yaxındır ki, bundan istifadə etmirəm. Əlim öyrəşdiyinə görə belə bir bıçaqla kəsirəm bisküvitləri. Bu çox rahat gəlir artıq. Amma ilk başlayanlar üçün bunu tövsiyə edirəm. Bisküvitləri düzgün kəsmək üçün razmerləri ilə bütün hər bir razmerə uyğunlaşa bilir. Bu setkanı düzəldə bilirsiniz. Yəni çox rahatdır. Daha sonra belə bir paket. Bununla mən yazı yazıram. Balaca paketlərdir. Yazılar yazmaq üçün ən gözəli budur. Və böyük paket. Tort sıvayarkən bunun içine krem yığaram. Eyni zamanda bu uçluqları bundan işlədirəm. Və uçluqlara gəldikdə isə ən lazım olan uçluqlardan M1 bu mütləqdir. Bu çox istifadə olunur lambet tortlarda əsasən. Və D2 var. Mənim amma ən çox sevdiyim M1'dir. Bunu daha çox işlədirəm. Açıq ulduz deyirlər deyəsən. Bu da bağlı ulduzdur. Daha sonra belə bir, bu da lambet üçün gedir. Bu 6B'dir. Bu böyük ölçüdür. Bu da 6B'dir. Bu biraz daha kiçikdir. Hər ikisini işlədirəm. Yəni birini alsaz bəs edir. Sonra isə belə bir ulduzlar var. Balaca. Bunlar da işlənilir. Bunlar əslində qabda satılır. Böyük bir qab var məndə. Hal-hazırda onu hara qoymuşam tapmadım. Ona görə belə əldə olanları göstəririm. Bu da yarpaq üçündür. Yəni ilk olaraq bunları alsaz, bunlarla başlasaz sizə bəs edir. Sonra renkler bazı olarak en çok istifadə olunanlar qırmızı, qara, göy, yaşıl. Çünkü qırmızı renkdən siz həm rozvi əldə edə bilirsiniz, çəhrayı rəngi, tonlar şəklində və qaradan da boz rəngini əldə edə bilirsiniz. Bazı renkler bu 4 dənəsidir. Qalan şeyləri isə siz sifariş gəldikcə onun dekoruna uyğun, onun dizaynına uyğun yavaş ala bilərsiniz. Amma ilk olaraq bunlar mütləqdir. İlk başlayanlar üçün bunları tövsiyə edərəm.